Dərsliklər çox, dərs yükü ağır. Üstəlik də il sonu imtahanlara hazırlıq. Hazırda ibtidai siniflərdə təhsil alan şagirdlər həm gündəlik olaraq, həm də il sonunda müəllimlər tərəfindən qiymətləndirilirlər. Bu zaman isə onların dərsə hazırlıq səviyyəsi, nizam-intizamları əsas götürülür. Lakin nəzərə alsaq ki, bir sıra xarici ölkələrdə aşağı sinif şagirdləri qiymətləndirmədən kənar saxlanılır, ölkəmizdə bunun əksinin olması narahatlıq yaradır. Hətta qiymət yazılması və imtahanlar həm nəzarət, həm motivasiya vasitəsi sayılır. Psixoloq İlahə Aslanova deyir ki, ibtidai sinifə gedən bir şagirdin yaş dövrü ən həssas dönəmlərdən biri hesab olunur. Bu yaşda uşaqlar mən necəyəm sualını qarşı tərəfin verdiyi cavablarla öyrənmiş olurlar. Kimi üçün imtahan nəticələri və qiymətləndirmə həvəsləndirmə, kimisi üçün özünə inamın itməsi ilə nəticələnir. Bəzi psixosomatik əlamətlər də müşahidə olunur, hansı ki, ürək bulanması, qarında ağrılar, başda ağrılar kimi əlamətlərə səbəb ola bilir. Biz nəzər yetirsək Avropa ölkələrində bu dönəmdə, yəni ibtidai sinif ərəfəsində uşaqlar əsasən müşahidə edərək, şifahi rəy verərək, əylənərək öyrənirlər və bu zaman onların həm daxili motivasiyası və şəxsiyyətləri qorunmuş olur. Qeyd edək ki, hazırda birinci siniflərə qəbul prosesi onlayn qaydada aparılır və bu zaman şagird imtahanda iştirak etmir. Məktəblilər ibtidai təhsilin digər pillələrində qiymətləndirmələrə cəlb edilir ki, burada gələcəkdə hansısa dəyişikliyin ediləcəyi ilə bağlı məlumat yoxdur. Nərmin Mirvaleh qızı, Cabbar Qaryağdıoğlu, Kəmalə Əlimuradova, Xəbər Ertəsi.